Salam əziz dostlar, canlı yayımımız başlayır. Açıq mikrofon, Razborka. Razborka mahiyyətli bir söhbətimiz var. Sensasyon xəbərlər. Ağla gəlməz. Amma əslində ağla gəlməz deyə bilərik, amma buradan biz dediklərimiz hamısı üzə çıxır və hamısı yerinə yetirir. Yəni proqnozlar düpbədüz və bir çox proqnozlar hətta ağla gəlməz sayıldığına görə bizə nağılbaz kimi baxırdılar. Onsa biz Turanla filandan danışanda da bizə nağılbaz kimi baxırdılar. Amma görünür ki, get-gedə həmən o bizə nağılbaz kimi baxanlar, qiymətləndirənlər axmaq, hətta düdük halındadılar. Çünki onlar doğrudan da axmaq və düdükdülər. Amma bu həqiqətləri eşitmək üçün Press Kluba abunə olun. Burada argumentlər, faktlar söylənir. Abunəsiz baxmayı rica edirik sizdən. Like şərəsi tıklayın dostlar, qardaşlar, bacılar. Bir əl hərəkəti ilə siz o işarəni tıklayın ki, bir nəfər 10 nəfəri dəvət edəcək proqramımıza. Daha çox insan bizi görsün, eşitsin. Çünki bugün o sensasyon xəbərlər və olduqca ibrətamiz videolar var. O videoların özü də sensasyondur. Bir də hansı şəhərdən, hansı ölkədən baxırsınızsa onu mütləq yazın kommentlərdə. Təkrarən deyirəm ki, bax bu monitoring bizi çox sevindirir. Çünki dünyanın bütün ölkələrindən vətənsevərlər bizi izləyirlər və bizə də öz ürək sözlərini yazırlar. Baxın, demək ki, biz buradan dəfələrlə danışırıq ki, Azərbaycanın əsas bəlası Sovet beyni, Sovet savok, o axmaq, rüşvətxor, korrupsioner, əxlaqsız, ədəbsiz, işğalçıya baş əyən, çimo və bütün bu hamısı, yəni çox epititlər deyə bilərəm, amma hamısı bir orqanizmdə, bir ifunətli taxtabaş orqanizmdə yığışırsa, o təbii ki, ölkəmiz üçün böyük bir, olduqca böyük bir təhlükədir. Və bu ifunətli taxtabaşlar təkcə parlamentdə deyil, təkcə hakimiyyət içində, müxalifət içində, bunlar siyasi qurumları qoyulan bir tərəfə, sadəcə həkimlərin içində, əsasən də müəllimlərin, öyrətmənlərin içində, televizyonda, bilirsiniz, İndi geri dönsək, mən o kadrları ortalığa çıxartsam, görəcəksiniz ki, orada olan indiki o əzlib büzlən belə gədə-güdalar var. Onlarla nə qədər Rusiya uğrunda belə üzərində bizim mübahisələrimiz olub və onlar həmən indiki mən sizə göstərəcəyim taxtabaşlardandır. Azərbaycanda bir neçə düdük, pituq, belə əllərində Sovet bayrağı, işğalçı bayrağı, yəni xalqımızın, millətimizin, milli qürurumuzun və bütün tariximizin düşməni olan, əzəli düşməni olan Rus imperiyası, Rus Sovet imperiyasının bayrağı ilə gedib haradasa 7 noyabr keçiriblər, nə keçiriblər, mən nə qeyd ediblər və onu çəkib sonra bölüşüblər, düdüklər və şanlı polisimiz bunları həbs edib. Gəlin, baxaq bunların bu iyrənc sifətlərinə, baxın, bax, deyirdim, taxta başlar, satdırlar, ondan olsun, şirək bayrağımızı indi taplarlar. Görün, hansı musiqidə gəlir. O dalda gedənə bax, əyri qılçıya bax. Baxın və dəfələrlə tutur, dəfələrlə. Baxın, uşaqlara bax. İndi konuşduğum şəkil çəkəcəksən bana. Hələ deyim də biri olan sizdə həkim, nə həkim, Allah bilir. Bax, görürsünüz, nə təhlükə var, böyrümüzdədirlər. O axırıncı gələn vardı, əyri ayaq, Azad bəy, deyəsən, orada göründü mü, mən nəsə o qədər. Və qolun qalsın, səssiz qalsın, elə sifətlərini görsünlər. Bunlar nə istəyirlər? Həm də onu da deyim ki, bunların istəyi, tarixi istəyi, şəhidlər xiyabanı, bunları bəlkə səbləşdirir. Onlar istəyirlər, çünki orada Sovet gələndə, orada Sovetlər gələndə də orada şəhidlər xiyabanı var idi. Bax, bunun kimi, bunlar kimi alçaqlar, o vaxt ki, Musabəyovlar, bilməm, o vaxt ki, Çingiz İldırımlar, hələ də o heykəli oradadır, o Ayna Sultanovadır, nədir, uzanıb orada hələ də. Bax, onlar, bunların elə dədə-babaları, bu alçaqlar, bu çimolar həmən işğalçının ayağı altına onların ayaqqabılarını yalayıb, sonra da işğalçılar üstündə 5-6 keçək hamısını gülləliyiblər. Hamısını it kimi gülləliyiblər. Çünki bunlar onlar üçün çərnazadır və çimodular. Onlar ancaq biz turançılardan qorxurlar. Və o dövrdə də 18-ci ildə də, 20-ci ildə də bunlar gələndə orada şəhidlər xiyabanı vardı indiki yerində. Üstünü asfaltlayıb, orada Kirovu gətirib qoymuşlar başımızın üstünə. Bax bunlar, biz altdan Kirovun bütün o əzalarına baxırdıq, o da əlini də uzatmışdı Bakının üstünə. Çörək verəcək, kapasa verəcək bu bizə göyə gəlmişdi belə. Hüseyin Cavidi, Mikail Müşfiqi, Əhməd Cavadı, bütün kişilərimizi, bunlar güllələtdirib, bu satqınlar. İnandırım sizə o bayraq indi bura qayıtsa, birinci bizi Hüseyin Cavidin və Cəfər Cabbarlının davamçılarını güllələtdirəcəklər onlar. Oxular bizi, bizim də həbs eləmişik onları. Amma onlar bizi
Qanımıza qayıtan eləyərlər. Onlar istəyirlər ki, yenidən şəhərlər xiyabanı üstündən asfalt çəksinlər. Mən bilirəm onlar arasında nə danışılır. Şəhər ortası qəbirstanında salırlar. Həm döyülür Kiro parkı, orada tas gedirdi, kalpasa yeyə, oradan burada döyülürdü. Yəni ki, bunlar istəyirlər ki, o bayraq, üstünləyən bayraq oradan endirilsin. Qədə o bayraq qaldırırlar da. İşğalçının bayrağı yenə gəlsin. Hər yerdə rusca yazılsın, başa düşürsünüz. Yəni rus məktəbləri onsuz hələ bağlanmayıb, amma hər yer, Bakı onsuz rusca danışırdı o vaxtda. Bunların yenə ana dilində danışsınlar. O əyri qılçası ilə, o tüksün onların qabağına, güllə çıxsın onların qabağına. Və desin, deyə burada kamranlar var, məsələn, obrazda özümü deyirəm də. Bunları həbs eləyin, onlar müstəqillik istəyirlər, onlar azadlıqdan danışırlar, Türk dövlətlərindən, Turandan danışırlar. Onlar həmən o Hüseyin Cavidin ideyalarını, Əhməd Cavadın, Əli bəy Hüseynzadənin, o Sovet Rus imperiyasının düşmənlərinin ideologiyasını burada yazılır. Türkiyə ilə dostlaşıblar, hər yerdə Türk bayrağı asıblar. Biz isə, biz çumoyuq, biz Rus bayrağı ilə çıxırıq ortağa, amma bunlar həmən adamlardır. Adam demək olarsa, adam deyil olar. Həmən o çumolardır. Hətta, baxın, mən bilirəm ki, onlar yaltaqlığı yaxşı bacarırlar və dövlət başçımıza yaltaqlana gəlib böyük vəzifələrə çıxıblar, indi həbs olunurlar da. İndi hamısı da Rusiya bağlıdır. Bunlar kimi yaltaqlığı bacaran yoxdur. Biz bəzən acı görünürük, çünki haqqı söyləyirik, amma bizik dövlətin yanında. Bizik millət sevgisi ilə yaşayan və dövlət sevgisi ilə yaşayan, müstəqilliyimizin də uğrunda savaşan, o bütün gəncliyimiz o küçədə keçib bu müstəqilliyin uğrunda. Bu alçaqlar, o dövrdə də, bunları 20 yanvar istəyirlər. Bunların arzusu odur. Hətta bu yaltaqlar, baxın, bu gün dövlət başımız bunların üzünə deyir ki, və bütün Rus imperiyasının üzünə deyir ki, Cənab İlham Əliyev deyir ki, 1920-ci ildə Sovet İttifaqı, Sovet hökuməti, Sovet Rus Respublikası idi o vaxtda, o sosialist respublika gəlib bizi işğal eləyib. İşğal eləyib bizi deyir. Bunların üzünə, bu yaltaqların üzünə, bu çumovların üzünə. Bunlar ondan da dərs almayıb, yəni o həmən işğalçının bayrağı ilə küçəyə çıxırlar. Küçəyə çıxmayıblar təbii ki, qorxularına küçəyə çıxmazlar, şapalaq alarlar, gedirlər deyə, hansısa ağaclıqda o internasionalın musikini səsləndirib, yalancı olar, o İvesmir, Stanit, bunlar duracaqlar bütün dünyada, Azərbaycan müstəqillik filanı hamısını. Və bunlar deyirlər, Lenin yaradıb Azərbaycanı. İndi oradan SSR-ni bərpa eləmək istəyir Putin. Bu da onların həmən burada taxtabaşları, taxtabitləridir. Və həbs olunurlar. Nə gözəl! Və biz rica edirik. Edirdik də və indi də bir də rica edirik. Həm Milli Təhlükəsizlik Nazirliyinə, həm şanlı polisimizdən. Rus, yəni ki, Rusiya burada havası yerləyən ancaq həbs olunmalıdır. Bunlar ancaq yumruq gücünü başa düşürlər. Başqa şey başa düşmürlər. Bunların mədəni danışlar, bizə eləsə ondan qorxursan. Lenin, kalpasa deyə. O vaxtda yalavaz yaşayıblar, ayaqqabı yalayıblar, o işğalçının ayaqqabısını yalayıblar. O vaxtda da Amerikanın əlinə hürə, burada acından köpə. Biraz varlı yaşayanlar da oğurluqla ancaq. Rüşvət, korrupsiya, işləri odur. Ara, Rus imperiyasının bütün sistemi, bütün tarixi rüşvət, korrupsiyanın üzərindədir. Bu da onların həmən taxtabitləridir burada. Və mən polis qardaşlarımızdan rica edirəm ki, bilirəm ki, orada çoxlu milli qeyrətli igidlərimiz var. Milli Təhlükəsizlik Nazirliyində də polisə ayıq-sayıqdılar, polisdə də. Yəni, bu həmən alçaqlara bir teorem var, onu yadlarına salsınlar. Çünki bunların qeyrətsiz, namussuz insanlardır, gəndirim insanlardır, məxluqlardır, taxtabaşlardır. Bilsinlər ki, polis qardaşlarına rica edirəm, bunlara başa salsınlar ki, bunlar ilandılar, ilan, ifunətli ilan. Amma o ilanlara başa salsınlar ki, İlanı düz borunun içinə buraxanda o ilan düzəlmir. Düzəlmir ki, düzəlmir. Amma ilanın içinə, bu ilanların içinə düz borunu salanda, onlar düppədüz olacaqlar. Elə gözəl düzələcəklər ki. Və mən əminəm ki, bizim milli qeyrətli polis qardaşlarımız onları düzəltməyi bacaracaqlar, müvəqqəti də olsa. Sonra isə orada yatarlar, düşünə-düşünə başa düşərlər ki, başa düşməyəcəklər onsuz deyil. Baxın, əziz dostlar, qardaşlar, bacılar, Azərbaycanda, bugün ətrafınızda, bunlar indi kamuflaja girəcəklər. Bunlar gizlənəcəklər və artıq gizlənməyə başlayırlar. O adam ki, danışanda deyir ki, yox, mən Rusiyanın tərəfində deyirəm, amma, o amma var ha, o amadan sonra elə bunlardır. Həmən bu satqınlardır, bu pituqlardır. Bunlar. Təkrar edirəm televizyonun içi, doludur. Bəlkə də 98% bunlardılar. Mən təkcə özəl televizyonun aparıcılarını danışmıyorum, rəhbərlərindən. Yüz söhbətlərimiz olmasın.
Hamısı rusca danışırlar özləri. Hamısı rus dillidirlər onlar, başa düşürsünüz. Onlar nifrət edirlər müstəqillik söhbətinə, Turan adı gələndə. 20 yanvar arzusundadılar. Və mən sizə indi bir video göstərəcəm, əziz dostlar. Bir Ukrayna blogeri 20 yanvarda gəlib bizə qanına qəltan eləyən bir ifunətli rusla onlayn danışıqdadır. Və o deyir, axı sən niyə gedib orada 20 yanvarda silahsız insanlar öldürmüşsən? Onlar müstəqillik istəyirlər, azadlıq istəyirlər. Lenin, sənin Leninini yazmış ki, hər bir xalqın ixtiyarı var ki, öz müstəqilliyini, SSR-dən ayrılıb öz müstəqilliyini bərpa etsin və öz dövlətini qursun. Deyir, onlar imperiyanın əleyhinə çıxırdılar. Onlar silahsız, onlar belə bizincə. Yəni biz atmışıq sən demə tanka, o bizim üstümüzə çıxıb, başa düşürsünüz. Və baxın bunun sifətinə, baxın. Bunlar da axırda bu sifətdə olmalıdırlar. Baxın bu 20 yanvarda bizi gəlib burada qanımıza qəltan eləyən o alçağın sifətinə. Baxın. Ты в 90-х годах был участником Черного января в Баку? Ну, естественно, Да. я там служил. И это были незаконные митинги, которые не были разрешены. Правильно, правильно. Хорошо, это были незаконные митинги, да, но это были безоружные люди, и ты их убивал. Еще раз. А они Правильно? начали требовать ухода требовать? власти, которая была законной. Что требовать начали? А ну расскажи. Я тебе сейчас скажу, что требовали, да. Ухода Расскажи, власти. в каком году ты убивал азербайджанцев? В 89-м там все это началась заваруха. Ну какая это имеет разница? Какой Ну, это за имеет что? За что ты вопрос, с оружием против людей был? чтобы законную власть защитить? Что они требовали? Они требовали выход Азербайджана из СССР. Законное требование, потому что в Конституции СССР есть право республик на выход, да? То есть они требовали, то есть ты был против того, что они требовали независимость, которая положена была по Конституции СССР, да? Подожди, В результате произошел военный переворот. Ты в 90-х годах был участником Черного января в Баку? Ну, естественно, Да. я То там есть- служил. Я там Да, служил. смотри, там было убито больше 100 гражданских лиц, правда? Такими, как ты. Да нет, 100 гражданских лиц было убито, но это были убиты армяне, которых убивали азербайджанцы. Вот радикалы с 15-этажного дома, с верхнего этажа, начали обстреливать наш военный городок. Ну вот смотри, я читаю, да, в Баку были введены войска Был советской введен армии. комендантский час. Смотри, Час комендантский. 20 тысяч контингент советской армии был введен в Баку, да? 20 20 bin тысяч ordu человек. gətiriblər Был üstümüzə. введен? Ну, сказать, советская армия, это не точно, потому что были, значит, призваны на временную службу на Краснодарском, Ростовской области, Краснодарском крае, так называемые партизаны, из них были сформированы воинские части, и они были, да, введены. Но никто гражданских не убивал. Hoppa! Baxın bunun sifətinə. O İlham Fərizəni də, orada olan bizim uşaqlarımızı, çocuklarımızı da 20 yanvar, bax indi şəhidlər xiyabanında. Burada da o bayraq qaldıranlar var ha. Bunun bayrağını qaldıranlar, yəni 20 yanvarı istəyənlər. Onlara nə qədər iş verilməlidir? Mən ölüm cəzamız yoxdur. Mən onları güllələyərdim. Bax bunu. Bu öldürüb İlhamı və Fərizəni. Mən ölməmişəm orada, sadəcə bunun gülləsi gəlib mənə çatıyor. Tanrı bizi o məqamda təbii ki qoruyub və nə qədər bacarıbsa qoruyub. Çünki bunlar tankla üstümüzə gəlib və silahsız deyir, yox, mən ona görə öldürmüş ki, onlar deyir, erməniləri öldürürdülər, erməniləri öldürmüşlər. Biz deyir, orada mülki insanları öldürməmişik. Onlar deyir, Azərbaycanlılar deyir, mülki erməniləri. Ermənin aramızı da bu qatıb da, budur da eləyən hər şeyi. İndi nə düşmüsünüz? Mən başlayırlar, yenə də erməni belə getdi, erməni gəlir. Ayılın, ayılın. Ermənistanda ayılır insanların çoxu. Bizdə də ayıq insanlarımız var təbii ki. Təbii ki çoxdur və ayıqlar o ayılmayanlara desinlər ki, başlayacaq ki, bizim aramızı bu qatıb. Bu. Bax bu deyir, baba dişsiz alçaq. Gör nə ifunət var onun. Bu indi öldürür Ukraynada o mülki insanları. Özü deyir ki, gəlib 20 yanvardan sonra deyir, Sovet ortaya, yox, Sovet nasıl öldürür, Rostovdan deyir, Krasnodardan alkaşları, bunun kimi alkaşları yığıb, əllərinə silah verib göndərmişdi üstümüzə Sovet hökumətinə bax. Bu da həmən Sovet hökumətinin bayrağı ilə gedib burada 7 noyabr keçirir, orada internasional çaldırır, alçaq.
Pus sənin bütün efirdəyik hayf ki. Çox hayf ki. Üzr istəyirəm emosionallığıma görə. Emosional mümkün deyil bunlarla başa düşürsünüz. Görürsünüz? Nə hallar keçirirsiniz. Niyə bağlamırıq ki bunların kanallarına? Bax, nə üçün? O həməlində o düşmənin, işğalçının bayrağını oraya çıxanlar o kanallardan, onların kanallardan onların beyni doldurulur da. Onlar oradan bəhrələnib ora çıxırlar da. O Simonyanlardan, bilmirəm, o həmən o Salavyovlardan filanlardan. O niyə bağlamırıq? Niyə bağlamırıq da o kanalları? Nə üçün? İstəyirik ki, belə bunlar burada təxtabitlər yaratsınlar. Nə gözəl olar kanallar olmasa, Rus məktəbləri burada olmasa. Və canımız qutarar da bunlardan da. Bağlanmalıdır o məktəblərdə. O məktəblər o həmən o bayrağı o çıxardanlar. İnanın mənə, gedin soruşun, hamısı oranı bitiriblər. Onlar onu burada hazırlayırlar. Demirəm, orada oranı bitirənlər hamısı, elə deyil təbii ki, orada vətənpərvər insanlar da var, amma beyni budur da, onun beynindən bunu qoyurlar da, bax bunu düzəldirlər, mankurt düzəldirlər də. Gözü ilə görən düzəldirlər. Bax, gözü ilə görüb də o bayraqla ora çıxan, 20 yanvarda o bayraqla gəlib, bax bu dişsiz alçağın bizi öldürməyini görüb də, amma o ifunətli o bayraqla çıxır axı ora. Çünki o onun çimosudur. Человек moralno опущенный. Bunun bax necə avtomat ilə bizi öldürsün, indi həmən o bayraqla çıxan avtomat ilə o bizi öldürəcək. Düzdür, sonra bu onu döyüb öldürəcək, ayaqqabısını təmizlətdirəcək ona, amma odur da. Onun üçün elə hazırlayıb da. Ondan Moldovada da var, ondan Qazaxstanda da var, ondan Ukrayna, hər yerdə var, hər yerdə, Polşada hər yerdə var. Hər yerdə bunların, indi danışır, görün Amerikada nələr çıxır ortalığa. Nə biabırçılıqlar, nə demişdik, Viçok deyirdi, Vitkova, Viçok deyirdi, Viçok kimi də çıxır. İndi danışacağım o haqda, gələcəm o məqama. Bütün dünya lərziyə gəlir. Bunların agenturası, bunlar maşın istehsal eləyə bilmirlər. Təyyarə istehsal eləyə bilmirlər. Qatar istehsal eləyə bilmirlər. Paltar tikə bilmirlər. Corab düzəldə bilmirlər. Başa düşürsün, mebel düzəldə bilmirlər. Heç nə istehsal eləyə bilmirlər. Bunlar artıq silah da istehsal eləyə bilmirlər. Bunlar ancaq aranı qatmağı bacarırlar və öz zəhərli həmən ideologiyalarını bütün manqurtların beynini doldurmağı bacarırlar və ondan can qurtarmaq üçün nə etmək lazımdır ki, bunun televiziyası bağlanmalıdır da. Bunun televiziyası bağlanmalıdır. O Salavyovun hürməyini bizim əleyhimizə hürür də, bütün insanlığın əleyhinə hürür, təkcə Azərbaycanın deyil. Bu ifunətli, dişsiz, mən bilmirəm Rusiyadadır da, amma mən polisimizin həmən şanlı, milli qeyrətli igidlərimizin, milli təhlükəsizliyi olan o dostlarımızın, qardaşlarımızın məncə ağlından keçər bunu hardansa tutub bura gətirməyə. Bu cinayətkardır, bu öldürüb, əgər biz öldürüb, öldürmüşəm də onlar deyir, Sovet hökumətindən ayrılmaq istəyirlər. Sonra da deyir, biz heç orada mülki adam öldürməmişik ki, onlar Azərbaycanlılar deyir, mülki ermənilər öldürüblər. Mən sizə deyim ki, o əlində bayraqla çıxan da bundan eyni fikirdədir. Qalpasa, Sovet hökuməti yaxşıdır, hə? İfunətli avtobusda, bunlarla bir yerdə bir-birinin üstünə minib, sonra üz-üzə tüpürsünlər, bu yaxşıdır. Təbii ki, bu alçaqlar təmizlənməlidir. Gigiyena, əsasında ideoloji, siyasi gigiyena həyatın vacibliyidir. Bu bitlərdən bizim bədənimiz təmizlənməlidir. Və bunların təbliğatı nəticəsində insanlarımızı hansı hala sala bilərlər? İki düzlüyü gördünüz orada. O bir də vardı, o ayağa əyri, orada fırlanıb gəlirdi, yaşlısı. O oturur, yaşlısa toyda yerdə bunları tərifləyir. Görməmişsiniz ətrafınızda onları. Hayf gördü Sovet hökuməti, elə azadlıq orada idi, hayf gördü, elə Şamyan başımın üstündə olsun, Kirov, bura Spandaryan olsun, ora bilmə Asepyan olsun, bura hər yer yan olsun, deyirsən, bura da İvanov olsun, bura da Fioletov olsun, tək mən elə onlar gəlsinlər, qışqırsınlar mənim üstümə, orada da Xleb yazsınlar, burada da Miyaso yazsınlar, bu da burada, bax bununla bir yerdə axşam domino oynasın, başa o da onu desin ki, Çernozada, idi də, домой, idi paxlava принеси. Bunlar onu istəyirlər. Təbii ki, bunlardan biz təmizlənməliyik. Və mən bayaq dedim, bunlar hər yerdədirlər. İndi üstünlük bizdədir. Bunların dövründə, bunlar bizim nəinki danışmağımıza, nəinki bayraq qaldırmağımıza, bunlar sadəcə bizi, bax, elə hardasa, küçədə, evdə, hardasa, böyrümüzdən bu, həmən o bayraq qaldıranların dədə babası gedib desəydi ki, bu Azərbaycanın müstəqilliyini istəyir, bax sözə baxın da bir dənə Azərbaycanın müstəqilliyini istəyir. Sənin bütün nəslin hamısı Sibirdə ölməli idi, özü də güllələməli idilər. Niyə biz bunları əfv etməliyik? Ne üçün? Əfv etməyəcəyik. Heç kimi əfv etməyəcəyik. Mən bizim güc strukturlarına artıq təbii ki, işlə məşğullar, əladır.
Çox gözəldir, amma daha kəskin. Bunların kökün kəsmək lazımdır. Təbii ki, fiziki deyil, heç kimi öldürmək lazım deyil. Amma onların yeri o türmədir. Orada oturmalıdırlar və orada bayaq dediyim o ilan metaforası onlara aiddir. Bunların təbliğatının nəticəsində nə günə qala bilərik? Baxın, biz qız xaçını taxıb boğazına, orasını burasını göstərib oynayır. Biz musiqini verə bilməyəcəyik, amma orada həmən o Rus oxuyanları var, indiki oxuyanlar, matışkalar var, indi oxuyanlar var. Onların mahnıları ilə, Seryoju, Yakaçu, Seroba belə bir mahnı ilə orada oyun çıxar. Deyirlər, Fəzail Ağamalının nəvəsidir, mən bilmirəm. Onu bilmirəm, deyə bilmərəm. Yəni, çıxarılır, bəlkə də fake. Yəqin ki, fake. Bax. Bax, belə məhsul yaranacaq, bax, belə məhsul. Bax, belə məhsul. Həmən o məktəblər, həmən o verilişlər, həmən o ideoloji, həmən o Simonyanlar. Bax, belə istəyirsiniz. Sonra deyirsiniz ki, televiziya hamı körradır. Türkiyə eləyir, hamısını deyirsən belə. Burada Azad bəy bizim deyirsən ekranda biraz problem var. Onu biz təzədən işə gətirək. Sonra deyirlər, Türkiyədən gələn seriallar hansı? Polad Ələmdar? Yoxsa Quruluş? Ertuğrul Qazidən danışan? Yoxsa Osman Qazidən danışan? Hansı seriallar? Yoxsa bizim küçədə igidlərimiz vatan bölünməz, şəhidlər ölməz. Azad bəy, məncə düzəlmədi. Baxın, diqqətlə ona. Vatan bölünməz, şəhidlər ölməz və hər yerdə Türk bayraqları ilə qəhrəmanlıq göstərən igidlərimiz. Onlar hardan götürüblər onu? Təbii ki, Türkiyədən gələn ideoloji ilə, Türkiyədən gələn təbliğatımızla götürüblər də. Doğru mu? Doğru. Bunların burada taxtabitləri çalışırlar ki, biz Rusiyadan gələn bax bu həmən zəhəri görməyib, üzümüzü ancaq Türkiyənin əleyhinə. Çünki bunlar qorxusu Türkiyədir. Canlarının dərdi Türkiyədir. İndi yox. Kamran danışdığına görə və yaxud da burada Turançılıq ideyası qalxdığına görə dövlət başçımız Turan ideologiyasından və Qazaxıstanın da, Özbəkistanın da, Türkiyənin də başçıları, Qırğızstanın da, artıq Türkmənistanın dövlət başçıları Turan ideologiyasından danışdığına görə deyil. Dədə, babadan, bunlar Pyotrdan da əvvəl o İstanbulu almaq istəyirlər. Bizi Türklüyü məhv eləmək istəyirlər. Bax, belə bir millət yaratmaq istəyirlər burada. Başa düşürsünüz və nail də olurlar. Nəyinə? Həmən məktəblərlə. Verin, arxasını verin. Baxın, bu təkrar edirəm ki, mən heç kimin nəvəsidir filandır sözünü demirəm burada. Çünki bilmirəm. Kimdir, nədir? Amma bu məhsuldur. O bayrağı ver, həmən onlarına gedəcək, o 7 noyabr keçiriləcək orada. 100%. 100-ə 100. Bu belədir. Bilirsiniz, belə. O mahnını mən verə bilmirəm. O mahnı, axı, belə görünür ki, indi bu ədəbsiz bir adamdır da, iş görür ki. Yox, axı mahnı önəmlidir. YouTube bizi cərimə eləyəcək deyənə verəmcə, deyir, burada da həmən mahnılardan qoyub orada. Siryojinka, ya xaçu tibə, ya xaçu. Sonra diyorsun ki, bunu niyə qucaqlayırlar? Biz özümüz yaradırıq da bunları. Deyib, bu ermənini qucaqladır, nə qucaqladır, ölüdə dəyib bir-birinə. Nəyə dəymişsiniz ki bir-birinizə? Özümüz nə tökərsən aşına, o da çıxar qaşığına. Siz bütün günü Vayenqanı baxanda, buradan açıb o, nə bilim, o Suxaruxova eləyəndə oturublar buradan eləyirlər. Maşkovdur, Maşonkovdur, nədir? Nə yaxşı aktyordur, bu sən belə. Biz bilmirdiniz ki, axırı belə olacaq. Budur da bu. Bu faktdır. Ya belə məhsul əmələ gələcək, digər məhsulu sizə indi göstərəcəm. Bunların təbliğatına uyub, gedib Ukraynanın orada mülki insanlarını öldürən Azərbaycanlılar azdır. Xeyr, az deyirlər. Onlar nə hala düşürlər? Baxın buna zəhmət olmasa. Сегодня просят паспорт, чтобы там, ну, за медали, за ветеран войны, военных действий, мне, чтобы документы все выдали. Вот, пожалуйста, возьмите за это дело. Я вот вам обращаюсь, как главнокомандующему, потому что ваш указ был, что иностранным гражданам без всяких препятствий выдать гражданство России. Вот уже 3-й месяц заканчивается, они издеваются со мной. İzdivayçı da. İzdivayçı, конечно izdivayçı. Ya da bu hala düşür. Hələ bu, sonra harası bir veriş düzəltmişdi. Putin əleyhinə danışmaqdansa, Rusiyanın əleyhinə dokument verirlərdi. İzdivayçısa, nə bilim, söyürlər, Çernazadır deyirlər, təhqir eləyirlər. Yetməmiş vətəndaşlıq verməlidirlər. Heç olmasa ki, burada ölsün, sonra nəsə kiməsə nəsə versinlər. Daha da bu nəymiş ki, bu nəyə görə, hansı pula görə axı? Yox, ora pula görə getmirlər. Onlar həmən o taxtabaş zümrəsidir. Və bunlar sonra verişlədim, mənim əleyhimə danışırdı bu. Və bu yanında biri də vardı. Kamranın əleyhə. Niyə Kamran bu şey? Mən günahkaram, başa düşürsünüz?
Çünki biz Turandan danışırıq. Biz müstəqillikdən danışırıq. Biz qürurdan danışırıq. Biz bütün dünyaya gücümüzü, qüdrətimizi, mədəniyyətimizi təbliğ eləməkdən danışırıq. Və bugün də o alınır. Gözəl də alınır. Yüksəlişimiz var. Kim ayağımızdan tutarta bilər? Bunlar. Ancaq bunlar. Başqası yoxdur. Başqa bizim problemimiz yoxdur. Biz bunları cəmiyyətdə, bax bu dəqiqə o sovet beyinləri var, onları təmizləsək və yeni ideologiyamızı toplumumuza bu günlərin bir işıqlı yol kimi göstərib toplumumuzu, millətimizi o ideya ətrafında birləşdirə bilsək ki, böyük gecə-gündüz buna çalışırıq və nailiyyətimiz də az deyil. İndi kommentlərdə də görəcəksiniz dostlar, hansı şəhərdən baxırsınızsa, hansı ölkədən baxırsınızsa, like işarəsini tıklayın ki, daha çox insan bizə eşitsin və orada yazın hansı şəhərdən baxırsınız, görəcəksiniz nə qədər, hər yerdə biz varıq. Hər yerdə, Vaşinqtondan Tokyoya qədər, Rostovdan, bilmirəm, Sidneyə qədər, Ağcaqabuldan birbaşa İstanbula qədər. Yəni, biz hər yerdə varıq. Və bunlar başa düşürlər ki, bunların tarixi pozulur, bu imperiya dağılır. Ancaq burada deyə bilər, bəs ya Kamran, 4 ildə dağılır səni elə imperiyada. 4 ildə imperiya ilişib qalıb orada və bugün biabırçılığı baş verir. Həm Amerikada, həm döyüş meydanında, həm də ki, bax, belə elə həyatda başdan ayağa biabırçılıqdır. Sən bilirəm, istəyirsən ki, düdüyə deyirəm bunu, taxta başa deyirəm, istəyirsən ki, dağılmasın, amma dağılır. Və biz sizləri həbs edəcəyik. Çünki siz satqınsınız, siz mankurt da deyilsiniz, siz gözü ilə görənsiniz. Siz osuz. O hərfi ilə başlayan söz var, amma osuz. Bu belədir. Bura pres klubdur, burada faktlar və argumentlər söylənilir. Vitkov. Burada elə onu Trump təyin etməmişdən əvvəl deyirdi ki, ay kişi, bu adam bina tikir. Bu necə gedib diplomatiyadan danışa bilər axı, kimdən nə danışa bilər? Və bu Rusiyaya işləyir. Və bu Rusiyanın agentidir. Özü də elə belə agenti deyir, əlində onların kompromatı var deyənə. Bu nə desələr, o elə də mayallaq aşır orada. Burada siyasi xadimlər gəlib otururlar bizlə. Özü hörmət ediyim adamlar da var onların içində. Ki, nədən Kamran müəllim? Yox, mən burada sizdən razı deyirəm. Trump bilirsiniz, çox gedişli belə siyasət yeridir. Trump, ay kişi, nə danışırsınız? Hər şey açıldı. Kim açıb bilmirəm. Bilirsiniz də, yağında Vitkovun Uşakovla telefon danışığı çıxıb ortalığa. Bu deyil bunun. Vityokun. Telefon danışığı çıxıb ortalığa. Və orada deyir ki, salam əziz dostum, salam qardaş, necəsən? Deyir, yaxşıyam. Deyir, hə, neyniyək? Zelenski 5-ci gün gəlir Trump'ın yanına deyir. Deyir, yo, burada siz nəsə bir iş görmək lazımdır. Gəl bir yerdə iş görək də. Deyir, neyniyəyim? Mən sizə deyim də neynəmək lazımdır. Bu deyir Uşakova. Bütün o telefon danışıqları çıxıb ortalığa. Nə lazımdır? Deyir, mən deyim sizə də Trump'la danışmağın yolunu mən sizə öyrədim. Deməli ki, bir işçi öz müdürünün bütün zəifliklərini bilib düşmənə o tərəfə deyirsə, bu kimdir? Ona deyir, lazımdır Trump'a demək ki, sən böyük insansan, sən gözəlsən, sən bütün qəzzanı da həll elədin, müharibələri saxlamısan. Kim desin, deyir Uşakov ona, deyir Putin desin ona. Deyir, mən Putinə deyərəm, yaxşı, bu belə. Yəni, bu məsləhət verir Rusiyaya ki, Ukrayna necə məhv eləyək? Bu agent necə olur ki? Məsləhət verir ona bu. Uşakov köhnə qurt deyir. Özü də türk əsillidir, amma mankurtdur. Uşakovlardır da. Gəlir o admirallarından bilirsiniz, onlar Tatar nəslindəndirlər. Amma o qurt deyir köhnə. Deyir, hə, deyərəm mən ona, deyərəm. Deyir, amma elə ki, Zelenski gəlməmiş bura, 5-ci gündür Zelenski gələcək, Trump'dan sonra ondan əvvəl zəng eləsin, onu da öyrədir. Onu da öyrədir. Bütün Amerika açılır bu indi. Kongres, Senat, bütün mətbuat, Bloomberg açıb bunu qoyub ortalığa. Mənə elə gəlir ki, amma bunu Amerika deyir açan Rusiyadır. Çünki Rusiyanın içində o müharibənin dayanmamağın istəyən qanat daha güclüdür. O Patruşevlar filanlar, onlar istəmirlər müharibə. Çünki müharibə dayansa, birinci orada şirküt ordu var ha, uduzan ordu var ha, 1 milyonluq. O geri qayıdacaq. Böyük problemlə onun önünü ala bilməyəcəklər. İqtisadiyyat batır. Böyük yeyinti var o hərbinin içində. Onları başlayacaqlar araşdırmağa. Məsələ zibili çıxacaq. Ona görə istəyirlər müharibədən pul qazanırlar da bunlar. Öz rəqiblərini də məhv eləyirlər içəridə. İçəridən də bu əntiqa pul qazanırlar. Ölsün də Rusiyanın ərazisində olan əhalilər, Yakutdi, Buryatdi, Ləzgidi, Avardi, Azərbaycan. Ölsünlər onlar. Elə Ruslar da var. Onlar Rusları görsünlər. Rusların zəhliləri gedir özlərinin. Və bunların danışığı çıxıb ortalığa.
Bütün dünya görür ki və bütün Avropa, Ukrayna görür və deyirlər burada Ukrayna bütün, ay ki, Rusiya neynəsin, bütün dünya ilə vuruşur. Ay kişi, ay düdük bunu deyən. Ukrayna bütün dünya ilə vuruşur və haqq uğrunda vuruşur. Onun tərəfində ancaq mərd ölkələrdir. Haqqın yanında olan ölkələrdir. Yəni Azərbaycandır, yəni Türkiyədir, yəni Böyük Britaniyadır, Almaniya və s. və s. Amma əsas bizik onun yanında Böyük Britaniyanın. Kimdir Ukraynaya qarşı? Rusiya, Amerika gözümüzün önündədir bugün. Yəni Trump Amerikası. Trump, daha doğrusu Amerikası deməzdim, administrasiyası. Gəlin belə danışaq. Çünki Vance-dir, budur. Rubio çıxmaq şərti ilə də o başında xaçına çıxan var. Ondan çıxmaq şərti, o da təbii ki, düşüncəli adamlar var. Amma faktdır da bu. Bu telefon danışığıdır. Amma təkcə bunun telefon danışığı çıxmayıb ki. Uşakovla, o Dmitriyev var ha təzə, onun da danışığı açıblar qoyublar. Deməli Ruslar çıxardır bunu. Çünki Amerikanlar onu çıxarda bilməzlər. Çıxarıb qoyublar ortalığa da onlar da bir-birinə danışırlar ki, biz gəl bir plan hazırlayaq, planı verək Vitkova, o da tələsin Trumpa. Oradan amma Uşakov, gəlin də deyirəm, o köhnədir da, o Dmitriyev deyir ki, birdən verərik o şeyə, üstü açılara ha. Biz gələ elə eləyək ki, bu sənədi verəndə Trump çıxsın desin ki, bu Amerikanın hazırladığı sənəddir və Ukraynanı sıxsın, məcbur eləsin, qol çəksin ona, ancaq belə. Düzdür, ona Patrushev falan razı deyirlər. Mən Uşakovla Dmitriyevin telefon danışığı çıxıb ortalığa. Uşakov deyir, mən birdən çıxar ki, sənəd veriləndən sonra Trump görər ki, bu alınmır, biz Trump'ın xəsətini bilirik də, deyir, alınmır, deyər ki, bunu Rusiya verib bizə. Mənim bundan xəbərim yoxdur, artıq deyir Trump onu. Dmitriyev deyir, yox, narahat olma, biz danışmışıq deyə Vitkovdan görüşəcəyik, Vitkokdan və orada mən hamısını yazıb verəcəm və bu Amerikanın adından çıxacaq bu sənəd. Alınmadı Dmitriyev dedi. O da siyasətçi deyil axı. O da Vitkovun tayıdır. Yox, biraz bundan təbii ki, onun həyatında performansı daha belə siyasətə yaxındır, amma yenə də mütayid elə. Trump özü deyir ki, bu adam evdir ki, bunu nəyə mən göndərdim deyir. İndi gəlin göndərmək istəyir. Bax, özü dünən deyir ki, çünki deyir ki, Putin deyir, ancaq o gəlsin. Ona deyilən o gəlsin, mən ancaq onu qəbul edəcəm. Və bu, keçən dəfə Vitkov Putinin yanına gedəndə, o 5 saatlıq söhbəti olub, telefonu təhvil verib, sonra girib içəri. Ay kişilər, bu siyasətlə məşğul olan insan belə bir hərəkət edə bilərmi? Və mən əminəm ki, ora yalancı telefonu da aparmayıb ki, yəni elə versin ora. Bəlkə də bir yalancı bir informasiya da ötürsün rusları ki, onlar onu götürsünlər, sonra səhv yoluna getsin. Xeyr, bu ora qulluq edir də. Görünür də, bu danışıqdan hiss olunur da. Hiss olunmur, açıqdır, hər şey qabarıq açıqdır. Sizcə, FSB Trump'ın xüsusi nümayəndəsinin telefonu əlinə keçirsə, 5 saatlıq. Bilirsiniz nə var onun içində? Bu təkcə Putinlə və yaxud da o şeylə, Uşakovla, Dmitriyevlə, o birisindən danışıqları FSB üçün çox maraqlıdır, çünki öz əllərindədir. Axı bunun özünün içində olan böyük rütbəlilərlə orada danışıqları var. Amerikanın sirləri var orada. Gör, kimin əlində sir var? Kimin? Faciədir. Qardaşlar, bacılar, dünya çox böyük anarxiya, xaosun içinə sürüklənir. Təbii ki, Amerikanın başı indi özünə qaçacaq. Bu məsələlər orada çox qabarıq və şişəcək. Bu administrasiyanın vəziyyəti çox pisdir. Və belə də olmalı idi. Və biz bunu buradan deyirdik. Hətta Trump elə namizəd olandan deyirdi ki, bu bura gəlir və belə də olacaq. Çünki hər şey göz önündə idi. Axı göz önündə idi hər şey. Bu bizim şübhəmiz deyildi, bizim fərzələrimiz deyildi. Göz önündə olan biz faktları deyirəm də, press klubdur burada, faktları və argumentləri deyirdik ki, bu belədir. Və bu məqam olduqca dünyanı qaranlığa gətirib çıxardacaq. Çünki həmişə Amerika bir mayak və dünyanı o haqqa, ədalətə, söz azadlığına, demokrasiyə, mətbuat azadlığına tərəf aparan bir lokomotiv idi. İndi orada vaqonun biri irəlidə, biri gəldi. Amma hamı ora gedirdi. Pislə yaxşı bilinirdi. Kim pisdir, kim yaxşıdır. Və yaxud deyirəm Ukrayna, Rusiya Ukraynaya qarşı, Çin Ukraynaya qarşı, Şimali Koreya 10 min indi gənə ora acı itlərindən göndərib bu saat Ukraynaya. Rusiya, Çin, Şimali Koreya, İran dünəndən ona kömək eləyir. Həmən o dronları, nəflərlə göndərir, oradan uşaqları öldürürlər. Gənə Kiyevdə dünən 8 uşaq ölüb. Gənə. Niyə? Bu da o
gündə adam ölür orada. Bu da keyfindən zəng edir, deyir ki, bir dənə adam göndərək, danışaq, belə eləyək ki, Trumpı da alladaq, sən filan sözü deyərsən, sən də filan şey gələrsən, все идет отлично, biri-birindən, qaqaş, necəsən, qaqaşla danışırlar. Qardaş, agent necə olur? Başqa cür olur görsən agent. Hə, mən fərziyyəm odur ki, bu məqamı Rus kəşfiyyatı, FSB açıb. Niyə? Çünki həmən o Uşakovu pis vəziyyətdə qoymaq üçün, Dmitriyevi pis vəziyyətdə qoymaq, elə Putin özünü də pis vəziyyətdə qoymaq üçün ki, o əlatsız olsun, müharibəni davam etdirsin. Putin onsuz da müharibəni saxlamayacaq. Nələr baş verir dünyada? Nə ağır bir mənzərəni biz görürük. Amma bir tərəfdən də xeyri var, üstü açılır hər şeyində. Pislə yaxşını təbii ki, biz mütləq bilməliyik. Amma bu, mən sizə bir şey deyim ki, 1700-dən artıq adam baxır bizə əziz dostlar. Siz like şərəsinə tıklayın ki, daha çox insan. Bax, indi 1700 like eləyin, elə o bəs eləyəcək ki, daha çox insan bizi eşitsin və görsün. Vitkov tək deyil. Orada o bütün, bax, Müdafiə Nazirindən tutmuş Amerikanın, baş prokurorundan tutmuş, bilirsiniz nələr açılır ortalığa çıxır? Günbəgün. İndi o bir sözcüsü var. Ağ evin, sarı saçlı qadındır. Adı yadından çıxıb, siz yazarsınız, komitədə yazın adınız rəhmət olmasa. Karolina deyəsən nəsə böyle bir adı var. O, onun demək ki, deyəsən qızının əri, yoxsa bacısının əri deyəsən, bacısının əri, axırda ən yaxın qohumu. Axı bunlar indi bütün orada migrantları tuturlar, evlərinə girirlər migrantlara. Amerika migrantlar ölkəsidir. Vitkov, sən də migrantsan, sənin familiyan Vitkovdur. Trump da migrantdır, onun da familiyası Trumpdur, Almaniyadandır. Necə migrantlar ölkəsi migrantları qovur? Belə absurd ola bilər sizcə? Bunlarda olacaq absurd, çünki o əmrlər Moskvadan gəlir. Hə, belə çıxıb ki, həmən o Karolinanın, Amerikanın, Ağ evin sözcüsünün ən yaxın qohumunu tutub basıblar türməyə. Sən demə, sənədsiz, dokumentsiz yaşayırmış neçə illərdir. Ausweissız yaşayırmış orada. Yəni sənədsiz yaşayırmış da. Bu da migrant kimi idi. Hə, necəsən? Şəhərdən buraxdırırsan, deyəcəksən, deməli, bütün migrantlara qarşı olan siyasətini ləğv olundu. Buraxdırmasan, özü başında çatlayır. Biabırçılıqdır. Acı biabırçılıqdır. Amerikanın bu halı bizim, şəxsən məni çox ağrıdır. Çünki siz bir o telefon stenogramasına baxsaz, o telefon danışığının əsas dəhşətə gəlir insan. Ümid oradır və birdən-birə ki, sən o xəyal qırıqlığına uğrul baxır, görürsən ki, nə ümid, elə başında bunlar dayanıb ki. Bəli. Amma Amerika sistemli və siyasi institutları güclü olan ölkədir. Təbii ki, bunların hamısını orada ortalığa çıxardıb və bunların hamısını məğlubiyyətə uğradacaqlar. Putin orada heç birini, amma hələlik ki, bu nailiyyətdir Putin. Amma bu nailiyyətlər görürsünüz müvəqqətidir də. Çox müvəqqətidir. Çətindir Ukrayna üçün. Rusiya, Çin, Şimali Koreya, İran, Braziliya, Macaristan və Amerikaya qarşı vuruşmaq, hələ bir neçə adlar var, yəni ərəb ölkələrində də var, onları da demirəm, dünənə kimi Suriyada bunların yanında idi, İraq, yəni Suriya indi Bəşər Əsəddən sonra da bunlara qarşı, Ukraynaya qarşı tək qalıb ortalıqda, tək deyil, biz varıq, Türkiyə var, Avropa Birliyi və başda da Böyük Britaniya var, haqq, ədalət yanındayıq biz, Ukrayna işğal altındadır, zalimların zərbələri altında, amma qəhrəmancasına savaşır, qəhrəmancasına vuruşur və mütləq qalib gələcək. Slava Ukrayini, Geroyam slava. Доблестный украинский народ обязательно победит, и он побеждает. Ancaq bu ağrıdadır. Niyə? Mənim böyük şübhəm var ki, buraya yaxşı pullar gedir. Və məncə araşdırıb çıxardacaqlar ortalığa. Mütləq araşdırıb çıxardacaqlar. Amma bu qorxu, biz demək, burada Rus başlar yaradan belə mənzərə təhlükəlidir təbii ki və Amerikanın da içində. İndi bugün Fransada da tutublar. Xeyriyyə adı ilə böyük bir çətə varmış şeydə, Fransada. Orada Rusun işini görürlərmiş. Orada Rusiya, Fransada. Siz elə bilirsiniz, Amerikada, Fransada bilirsiniz, bizdə elə, ay kişi bu 200 ildir bunun altında olub da. Hər yerdədirlər, haranı qaldırsan o çıxacaq, haranı qaldırsan o çıxacaq. Sadəcə qaldırıb, əl-ələ verib, millətimizlə birlikdə bu təkcə güc strukturlarının işi deyil, qardaşlar, bacılar. Ayıq sayıq olmalıyıq. Biz, Türk dövləti, müstəqil, azad, rüşvətsiz, korrupsiyasız və dünyavi bir dövlət qurmaq istəyiriksə, əl-ələ verib bunları təmizləməliyik. Bəla bunlardadır. Və bizə də yeritmişlər ki, biz düzələn deyirik, rüşvət bizim qanımızdadır. Yox, elə deyil. Bunları gətiriblər bizə. Və onlar da indi həmən o Sovet başçılar buradadılar, Rus başçılar buradadılar. Fransadadılar.
Amerikadadırlarsa görün burada nə oyun çıxardırlar. Çıxarda bilmirlər ancaq. Çünki güc strukturlarımız əla işləyir. Amma bu təkcə təhlükə bu deyil. Bunlar dini pərdə altında da. O da Rusiyaya bağlı. Çoxu İrandan daha çox Rusiyaya bağlıdır. İran çünki dini bizim idarələr, ümumiyyətlə bütün post-sovet ölkələrin dini idarələri KGB-dir. Hamısı. Mənim fərziyyəmdirmi bu? Xeyr. Biz SSR-in tarixini yaxşı bilmirik. 1943-cü ilə qədər SSR-də nə meçid, nə sinagoqa, nə kilsə olmayıb. Çünki SSR bir ateist dövləti idi. Lenin Allaha nifrət edib. Və deyib ki, Allah yoxdur. Bu təkcə Lenin deyil, Karl Marxdan gəlir, Engelsdən gəlir, Saint-Simondan gəlir, Orwelldən gəlir. Başa düşürsünüz? Bu, bunların ideologiyasıdır. Ancaq 43-cü ildə Stalin başa düşür ki, orada səngərdə vuruşan biri ay Allah qışqırır, biri o Boji qışqırır, biri Xuda qışqırır, hərə öz Allahını çağırır da. Öz Allahın dilini tək Allah'a çağırır, amma hərə öz dilində Allah'a çağırır orada. Stalin başa düşür ki, bundan istifadə eləmək lazımdır. Və dini idarələr yaradır. Eşidirsiniz, dini idarələr yaradır. Yəni kim yaradır? KGB. Və oranı yaradanlar neyini? Gelib dindarlara, həqiqi dindar hamısı güllələmişdilər. O həqiqi İslam, Xristiyanlıq, İsa, yəni İsa'nın dediyi nədir ki? İsa Peyğəmbərin dediyi ancaq insanlıq, mərhəmət, başa düşürsünüz belə. Bütün o həmən adamları güllələmişdilər. Siz elə bilirsiniz ki, KGB dini idarə açırsa, gedib kəpdən kütdən hansısa evdə namaz qılan gətirib qoyacaq ora. Xeyri, öz idarəsinin gətirib orada işçisini qoyur ora və salam. Və siz o meçidə gələndə, siz də gəlirsiniz də meçidə, ay Allah, nə yaxşı oldu, Stalin, yolda Stalin meçidi açdı, gəlirsiniz, siz olursunuz onları üçün material. Və bu material indi bütün post-sovet ölkələrindədir. Bu belədir. Mən ancaq faktları, argumentləri danışıram. Və təbii ki, həmən o pərdə altında burada insanların beynini körləyib, mankurt yaradırlar. Təkcə Sovet bayrağı ilə deyil. Baxın, bu türk qardaşımız yeri cənnətli olsun, çox yaxşı deyib bu məsələni. Qulaq asın buna. Esselamu aleyküm. Esselamu aleyküm. O ne demektir? Ananızı belleyeceğim demektir. Akıl almaz üç kağıtları la ensenize çökeceğim demektir. Esselamu aleyküm. Hele arkasından bir de namaz mamaz. 4 kelimenin biri inşallah, maşallah, onlar da araya sos olarak sokulur. Bunlar ne kadar sıklaşıyorsa iblislik, alçaklık, üçkağıtçılık, yalan ve talan o kadar yoğun geliyor demektir. Yerin cənnətdir, qardaş. Tamamilə doğrudur. Bax, bu Türkiyədən daha çox bizə aiddir. Çünki KGB burada olub. Orada da var təbii ki. Mən bu öz... Amma bu ümumi bir bəladır. O, hər dəqiqə, ay maşallah, əlhəmdülillah, həmd olsun, həmd olsun. O sözlərlə yalançı, başları dumanlandırıb. Siz diqqətlə fikir verin ətrafınızda. Bax, bu dediyi həmən o adamlar, hamısı. Görün, onlar hamısı Rusiyanın tərəfindədirlər. Mən indiyə kimi bir dəfə İran-pərəst Rusiyanın əleyhinə adam görməmişim. Rusiyanın əleyhinə olsun, bir İran-pərəst olsun, belə bunlar bu dediyi kimi belə o dini sözlərdən, yalandan istifadə edib, hamısı Rusiyanın tərəfindədirlər. Çünki oranın məhsuludur. Oranın məhsuludur. Bu başqa cür ola bilməz. Və bunların axı bu yaratdıqları məhsullar var ha burada. Deyə bilərsiniz ki, o nə edə bilər? Dövləti xeyr, onlar çox böyük təsirə malikdirlər. Niyə? Onlar televizyondadılar. O başa düşür ki, əgər mən televiziyaya bugün, bax televiziya rəhbəridir, mən bunlardan. Mən indi obrazı deyirəm bunlardan da, həmən o bayraq, Rus bayrağını qaldıranlar vardı şeydə, həbs olunanlar, onlardan biri oturub orada. O başa düşür ki, və ona da oradan əmr gəlir ki, Azərbaycanlıların ən güclü müdafiə ruhu nədən ibarətdir? O deməyəcək ki, onlar ömür boyu Türk dövləti yaradılır. Çünki qalıb tarixdə beynimizi pozublar da. Deyəcək ki, onlar ailədə olan kişilik və qadınlıq münasibətini min illərdir qoruyub saxlaya biliblər. Pozmaq lazımdır. Nə etmək lazımdır? Veriliş düzəltmək ki, ər gəlsin, arvadın qabağında mayallaq açsın. Və arvad ona desin ki, mən dəfələrlə ora-bura getmişəm, hər yerə getmişəm. O da desin, mən səni bağışlayıram. Bax, bunu göstərir millətin düz damarına, qanına zəhər vurur. Və ondan sonra həmən o bayraq qaldıranlar əmələ gəlir. Və yaxud o xaç çəkib orada oynayan o qızı görüldüsə, onlar əmələ gəlir. Onun hamısını o televizyon yaradır. Demək ki, bunlar böyük bəladılar. Biz bunlardan təmizlənməliyik. Susmaqla bir şey alınmaz. Susa-susa məhv olmaq ərəfəsində idik.
Birinci Qarabağ savaşı yadınıza salın. Məhv olmaq ərəfəsində idik. İstəyirsiniz cənubda, istəyirsiniz şimalda, istəyirsiniz qərbdə, hər yerdə. Çünki bunların təbliğatı hər yerdə tuturdu, indi tutmur. Niyə biz varıq? Bizi kimlər var? Hə? Dövlət televiziyalarında da var düzdür, amma hələ özəl televiziyalar bunlardadır. Bunlardadır. Və bunlar hər yerdə, onlar çox təhlükəlidirlər. Sürücü olanda da təhlükəlidir. Orada da təbliğatdır. Çünki gedirsən yanına. Və bunlar yadınızdadır, Ukraynaya hücum eləyəndə Ruski mir qışqırırdılar Ukraynanın yanındakı şəhərlərdən, Bryanskda, Kurskda. Biz alacağıq, gedəcəyik, dağıdacağıq, yanından SSR-ni bərpa edəcəyik. Buraya yerdə taxtabitlərimiz var filan. Nə deyirdi o bir dənə metal dişlər qadın vardı, orada qoca qəhrəman vardı. Çıxırır oradan deyirdi ki, Putin deyir, prezident mira, bütün dünyanı almaq istəyir, Putin də gətirib qoymaq istəyir ki, belə o bayaqki dişsizlərdən yaratsın hər yerdə. Deyirdilər bunu, amma heç ağıllarına da gəlmirdi ki, qəhrəman Ukraynalılar vuracaqlar. Siz oranı vuranda onlar da sizi vuracaqlar. Onlar nə Estoniyadır, nə Latviyadır, nə də Ermənistandır. Onlar balaca ölkələr, onlar sizi vurur. Amma bu Ukraynadır. İkinci Dünya müharibəsində də faşistlərə qalib gələn siz deyilsiniz, onlardır. O Ukraynalılardır, partizanlıq eləyən meşədə. Onların ərazisində müharibə gedib, sizin ərazinizdə getməyib. Həmən xalqdır. İndi həmən o Britaniyalı bu səfər Sovet dönəmində sizin tərəfinizdə Çelsiya sonra onun böyük peşmanlığını çəkirdi və deyirdi. Amma indi həmən Britaniya və biz ayaqdayıq. Türk dövlətləri, əsasında Türkiyə və Azərbaycan təbii ki, Ukraynanın yanındayıq. Nə dedi Azərbaycan dövlət başçısı, Ukraynalı məşhur jurnalistə? Heç vaxt işğala baş əyməyin. Bu bir yoldur göstərilir o millətə və təbii ki, Rusiyanı bu ağrıdır. Bizim belə Ukrayna haqqın, ədalətin yanında olmamız onları çox ağrıdır və o qışqırırdılar, o qadınlar. Gəlin, baxaq görək, Bryansk şəhərində həmən o qoca qəhrəmanlar nə haldadılar görək. Baxın, indi üstündən cəmsi 4 il keçib də, baxın bunlara. Жители Брянской области обратились к стране. Люди третий год сидят в подвалах, хотя они же 3 года назад размахивали флажками. И на своей шкуре убедились, как своих не бросают. Хотим обратиться к администрации непосредственно. За 3 года вы могли бы нам выделить жилье, куда бы мы переехали с нашими козами, с шабалами, совсем на свете. И дали бы спокойно работать воинам. То, что нам предлагают выехать куда-то на неделю, на месяц. За свой счет. Но мы же не бомжи, мы всю жизнь работали, трудились, наживали. Я живу всю жизнь под Илоте, я здесь родилась, выросла, училась и работаю 34 года. Работаю на Россию, я медсестра. Неужто я не заработала какое-то нормальное жилье? Я вкладываю все копейки в свой дом. И я не знаю, что будет завтра. Мы попутали день и ночь. Мы не спим, мы живем в подвалах. Но что это такое? Мы не можем поехать нормально в Севск. Такси вогнали, бог знает какие цены. Автобус не идет. Нам что, заебаться тут? Почему не реагируете? Почему вы не реагируете? Помогите, спасите нас, люди. Вы же вездесущие, у вас интернет, у вас власть, вы имеете доступ. Помогите, крик души, не можем больше. Я работаю тут всю жизнь. Неужто не заработала человеческой жизни? Интересно, как же так вышло, что по ТВ говорят про защиту наших, а сами наши сидят в подвалах без средств к существованию? Люди, поддержавшие Путина, кричавшие «своих не бросаем», на своей шкуре убедились. Как своих не бросили? Nə ləzzət eləyir, necə adam həzz alır. Görürsünüz nə haldasınız. O insanların üzünə baxanda, bunların, mən bu adamları qınayıram təbii ki, amma onlara yazığım gəlir. Bu nibiyaqçılar da orada, biz o bayraq qaldırırıq. Bu onların nənələridir. Bax, o bayraq qaldıranları göndərmək lazım bunların yanına, belə. Məncə, onlar heç əldə yox, elə buranın yanına göndərmək lazımdır. Bu geçsinlər orada, bax, həmən Sovet bayrağına. Baxın, həmən Sovet geyimindədirlər. Elə bil ki, zaman maşının düyməsini basmışsan, düşmüşsən 88-ci ilə, mən 93-cü ilə. Baxın, baxın, elə bir o həmən o sifətdə, o ifunət. İfunət, oradan yaxın gəlmək mümkün deyil, ifunətdə. Əzbər bilirəm, buraları. Siz də bilirsiniz. Bütün dünyanı bu hala salmaq istəyirlər, Rus kimir deyə. Bu da burada onun bayrağını qaldırır. Üçrəh bayrağımızın önünə. O vaxtda ki, biz deyirik ki, dövlət başçısı deyir ki, bunlar işğalcıdırlar. Yəni 20-ci ildə həmən o bayraqdan buranı gəlib işğal ediblər. Görürsünüz nə haldadılar? Görürsünüz nə murdardılar? İndi ağlayır. Sizin deyir, internetiniz var. İnternet kəsə bax Rusiyada yoxdur.
İki dənə Moskvada zətləri da bir yandırırlar. Mən o belə də bilirsiniz də xüsusi məqamlar var, ondan girə bilirsən internetdə. O da mərkəzlər, Rostovda filan da heç yanda yoxdur. Heç yanda. Rusiyanın burada ümumiyyətlə yoxdur. Deyir, siz axı internetiniz var sizin. Siz axı insansınız. Əlbəttə interneti olan insandır. İnterneti olmayan sizsiz. Və bu belə də olmalıydı. Və bu xəstə, bunu apar Moskvaya, bircə barca buna pul ver. Metroda çıxacaq, başlayacaq bizimkilərin üstə qışqırmağa ki, şərnazatırsan sən, rədd ol buradan. Biz ruslarıq, biz Ruskaya община, Velikaya Rossiya. Və bu belə eləyəcək. Belə eləyəcək metroda. Çünki bu odur. Və bunlar, bilirsiniz, əziz qardaşlar və bacılar, bu bəla elə bir bəladır ki, bunun ancaq burnunun üstündəki yumruq o dəqiqə otuzdurur yerinə. O dəqiqə. O, Moskvada orucluq ayında, Ramazan ayında 100 minlərlə müsəlman, bir dənə məscid var, bu il qoymadılar deyəsən, yığışırlar ora. Amma sonra Ruskaya община Moskvada gəzir, Peterburgda gəzir, qızların başına çadırını açır, üzərinə şillə vururlar, tüpürürlər üzərinə filan. Hardasınız siz? Hə? Heç yanda. Çünki bayaq dediyim o türk qardaşımız deyirdi, Esselamu aleyküm, həmd olsun filan. Bu onlardılar. Onlar elə KGB, o məscid elə KGB-cidir də. Başqa cür necə ola bilər ki? Bu info SBC, abreviatura da hərf dəyişməklə deyir, mahiyyət olur. Mahiyyət olur. Mən o görə KGB deyirəm. Belarusda deyək mi KGB? Ara vurmaq, insanların bütün pis hisslərini üzə çıxartmaq, pis cəmiyyət yaratmaq və oradan da oturub bu bulanlıq suda balıq tutmaq, rüşvətlə, korrupsiyayla bunların Rusiyanın sistemi bundan ibarətdir. İndi mən sizə Rus metrosunda, Moskvada bir hadisəni göstərəcəm. Görəcəksiniz ki, həmən o yumruq necə işləyir və görəcəksiniz nə hayasızlıqla, belə bunların, bu ağlayan qoca qəhrəmanların qızları necə tullanırlar müsəlmanların üzərinə. Baxın bu videoya zəhmət olmasa. И за мной ты не общайся. Еще раз. На вы говорите. На вы со мной. Я тебе назвала. На вы говорите. Зачем мне разговаривать? Я вас не получаю. На вы говорите. Bağlı gediyə baxın. Тебя, блядь. Понятно? Я женщина. Понятно? Женщина уважай. Понятно? Ты такой сидишь. Я тебе сидеть. Я сама определюсь. Понятно? Ты женщина, поэтому я тебя наберу, ты понимаешь? А как ты что мне убил? Я не сможешь. Я никого не... Давай, да. Давай делай, ёпта. И не собака. Понятно? Понятно? Сядь на место, говорю. И что ты мне Чего сделал? сказал-то, ёпта? Давай меня бей. Какая разница, где я живу? Человек, забрали, конечно, блядь. А ты Ты что? сиди на месте, я Иди, с тобой уезжай мужчина свою буду ебаную, блядь, разговаривать. Россию, блядь. Дура, бля. Дурак ты сам, сраный. Bir zərbəyə adam nakavtladım. O şumul nakavtladım. Hemen Müslüman olan bir zərbəsi. Bir yerdə. Еще раз. Uzanır. Ты его тронешь? Nakavt. Konuşurken kapıda iki şurası bir bilemiyorsun ama ben ne bırakacak bu böyle vurup ayak baş eləyib onu da. Deyib baba bu kepkalı baba oturub orada beyzbolkasını dala çörüb. Yok deyib durdu ayağa. Güya ki öz millətinə kömək eləyəcəkdi. Bir zərbə uzandı yer o saat. Və sonra da səsi çıxmadı. Ardı var orada. Orada bir Azərbaycan ləhcəsində bilinir. Bunlar oturun yerinizdə, bunlara deyir. Oturun yerinizdə, oturun yerinizdə. Oturub adam metroda gedir, saqqalı var, müsəlmandır, tərtəmiz, gedir də, yolun gedir də, boşa düşürsünüz belə. Bu qışqırır, bu taxtdan ondan bu saat arağın yiyindən, sarımsağın, o xaladesini yiyir, yayılıb hər yerə durur onun üstünə, bağırır, qışqırır. Və bu da baxır ki, o cavab versə dursun döysün də onu. Elə bir döyə biləcək. Bunlar o qədər özlərinə o Sovet dönəmindən inanıblar ki, necə bizdə bu taxtabaşlar var, deyir, bilsən onların necə silahları var, Rusiya deyib bu, Rusiya deyib bu. Bu belə deyirsə, bu necə inanıb ona. Amma iş boşda axı. İş lülüşdür, lülüş, bomboş. Bir zərbəsinə saqqallı qaqaşımızın uzandığı yeri, o dəqiqə. Knockout. Bir zərbə. Və məsələ elə məqama gəlib çatıb ki, dostlar, artıq Rusiya bölgələri ac-yalavacdırlar. Sovetə qayıtmaq istəyirdiniz, buyurun talon, buyurun aclıq, internetsiz, avtobusların için basa-bas olacaq, buzlamış ət tapsaz böyük şeydir, mağazinlər boşalacaq, qiymətlər yüksələcək bir sara, o bolluq var ha, kapitalizmin gətirdiyi bolluq var ha, o bitir. Və indi həmən bölgələr, Yakutiya, Rusiya dünyada ən çox dünyaya almaz satan
ölkə Rusiyadır. Yəni brilliant. Almazı sonra cilalilər brilliant əmələ gəlir də. Almaz 95% Yakutiyadır. Az Yalavajdır. Çox pis haldadır Yakutiya. Olduqca dünyanın ən rəzil bölgəsidir o yazıq xalq. Ruslar da var orada. Oradakı xalqı bir yer edirəm. Yakutlar Türklər, orada Ruslar da yaşayırlar. Orada neft, qaz, qiymətli dəmirlər indi bütün dünyanın üzündə vuruşmadır. Çin bütün dünyanın əlində saxlayıb o qiymətli dəmirli metallarla. Doludur Yakutiya onunla. Orada molibden, nikel, orada uran. O Yakutiyada aclıqdır. Alır, aparır Moskvaya. Verir o qışqıranlar yoxdur. Onları yedizdirir, onlara yaxşı maaş verir, özünküdür də. Yaxşı maaş verir. O qalanı da vurur tanka filənə, Çindən alır o çiplərdən zıtdan raket düzəldir. Müharibəyə gedir. Bu dünyanı alacaq belə. Orada və indi bölgələr artıq bu birinci etirazdır. Diqqət, diqqət və gözünüz aydın olsun. Yakutiya, Buryatiya, Tuva və s. belə bölgələr artıq Moskvaya deyirlər ki, biz o müharibəyə gedənlərə daha pul verməyəcəyik. Tataristan, Türk dövlətləri, Tataristan, Çuvaşistan, sonra orada Başkurdistan, onlar 2 milyon yarımdan 400 bin azaldıblar. Yəni demək olar ki, o da vermir də. Amma hələ 400 bin verirlər də. Yavaş-yavaş. Amma Buryatiya, Yakutiya Türk dövləti, Buryatiya, Mongol, onlar da bizə çox yaxındır da, soydaşlar bizdə. Onlar artıq pulu vermirlər ki, pul yoxdur, özümüzə pul yoxdur. Həm də Yakut xalqı qırılıb qutarıb, Buryat xalqı, biz hər yer qəbirstanlıqdır, hər yer. Bilirsiniz, məndə var o kadrlar, kadr çox olduğuna görə və bəzi sözləri çatdırım sizə deməyə deyənə, o kadrları sizə göstərə bilmirəm. İndi mən sizə göstərəcəm, baxın, görün Nabiullina, Mərkəzi Bankın böyüyü, Rusiyanın Mərkəzi Bankın böyüyü, Nabiullina, deyirəm ki, o da bizim soydaşımızdır, Tatardır. Mən o Nabiullina necə gözəl o Buryatların, Yakutların tərəfi saxlayır və deyir ki, hardan versinlər, pul yoxdur da, daha getməyin ölməyə. Vəssalam, qoy Ukraynaya gəl. Baxın, görün nə deyir Nabiullina. Скажу честно, остановка выплат участникам боевых действий в Якутии, Хакасии и Забайкалье – решение трудное, но правильное. Мы не можем бесконечно разбрасываться деньгами, когда бюджеты регионов уже едва держатся. Эту практику давно пора пересмотреть во всех субъектах. Пока человек служит, он получает серьезные деньги, но вот тогда и нужно думать о будущем. И не может такого быть, чтобы семья не была в состоянии достойно проститься со своим близким. Государство делает все, что может, но оно не может и не должно решать абсолютно все. Сейчас важно понять, ресурсы ограничены, и мы обязаны распределять их разумно. Ресурсы ограничены. А где ресурсы-то, Набиуллина? А? Где? На войне. Куда делись такие великие... Так ведь Россия самая богатая страна на ресурсы. По ресурсам самая богатая страна в мире. А где ресурсы? Я понимаю, у вас в кармане, там, у Путина, потом у его окружения, это все понятно. Но это же не все ресурсы России, верно? Да? Вы же не сможете все своровать. Mümkün deyil hər şeyi oğru rəzər, düzdür? Hanı Rusiyanın bəs o müharibədə? Sanksiyalar da qoyublar. Deyirlər, sanksiyalar işləmir. Və işləmirdi sanksiyalar. Nə oldu? Hə? Elə işləyir ki. Elə yaxşı işləyir ki. Hələ harasıdır? Artıq pul verə bilmir. Bu da dövlət dönənilməlidir. Hər şeyi dövlət saxlaya bilməz ki. Yakutiyanın pulunu qaytar özünə. Gör orada necə dünyanın ən varlı və ən xoşbəxt xalqına və ölkəsinə çevriləcək Yakutiya. Elə Xakasiyada, elə Tuvada hamısı. Çəkib aparırsan, özünü döyüb öldürürsən, düzdür. Buradan da o qırmızı bayraq qaldıranları yetişdirirsən. Yakutiyada da az deyirlər, onlar mən sizə deyim. Amma onlar pul olmasa getməyəcəklər. O bir ayağı kəsilmiş, elə əlsiz, ayaqsız olan bizim soydaşımız vardı. Bu da pul üçün getmişdi. İndi pul istəyir. Başqa şey istəmir ki. Deyir, mənim vətəndaşlarım pulumu verirlər. Verməyəcəklər. Yoxdur, pul yoxdur. Çap eləyirlər pulu, ona görə inflyasiya qalxır. Bəli. Bilirsiniz Rus ordusu nə gündədir və onlar kimlər orada vuruşurlar? Milyondan artıq öləni var. Gedəcək, ölümdür, gedir. Baxın Rus ordusunun halına. Görün nə haldadır Покровскın ətrafında. Вот это вот, даже на полигон, блядь, брать не хотят, усанки ебаные. Каску подними свою, я тебя последний раз прошу, нахуй. Подними и стой, нахуй, с этой каской. Kaldır başı var. Сейчас, не дай бог, ты упадешь, пидорас. Я тебя обоссу, отвечаю. Зачем подписывал контракт? Я? А кто, я, что ли, сука? Меня обманули. Обманули.
Я не хотел рекламировать. Что не хотел? Вообще я писать не хотел. Не хотел. Подписывать. А зачем подписал? Тебя били? Тебя били? Я поддатый был. Ты поддатый был. Герой, да, был? Они говорят, это чеканул. А вот теперь Дочеркался. Ты зачем подписывал контракт? Пьяный был. Ты зачем подписывал контракт? А зачем подписывал? Azad bəy, sonunda birinci sözünü saxlayarsınız ekranda. Xahiş edirəm. Думал, бросишь пить? Бросил пить? А хули ты себя ведешь так, как черт? А? Причина какая? Orduya baxın. Подлечим пить бросишь? Пить Совет бросишь ордуsu. по-любому. Че ты себя ведешь-то сейчас как черт, раз ты его сам подписал? Ты что İçməklə, o думал, здесь bəlkə детский də сад? məndən. Реабилитационный 20 yaş центр? İnandırırsın. Нянчиться буду, да? Bunun halına bax. Здесь и так все для вас. Sifətinə bax. Одели, обули, ебать. 3 раза кормят, в баньку водят. Хули надо-то еще? Ты зачем подписал контракт? Пьяный был. Ты зачем подписал? Piyano yani hepsi. Тоже пьяный был. Уёбки. Vay. Вы все уёб. Əziz polis qardaşlarımız, o qırmızı bayrağı qaldıranlara, o işğalcı bayrağı qaldıranlara bu sifətləri göstərin və deyin, alçaq bunun bayrağını qaldırırdı. Hə? Və deyin onlara ki, o mübarək üç rəngli bayrağımızın uğrunda əskər görmək istəyirsən, Mübariz İbrahimova bax. Hə? Bax, Mübariz İbrahimova. O bayraq üçün şəhid olublar, şəhidlərimiz. O bayraq üçün. Sən kimin bayrağını qaldırırsan, alçaq? Kimin bayrağını, bunun bayrağını qaldırırsan? Bunun ayaqqabısını silməyə hazırsan sən? Hə? Düdük. Xudayar. Və orada o qarabaralar, bozqurt gönündə, ac qarına ölümə gedən vətən uğrunda, o bayraq uğrunda. Sən o bayrağı salıb bunun bayrağını qaldırmaq istəyirsən? Əziz polis qardaşlarımız, lütfən, çox rica edirəm sizdən. O ilan metaforası da yadınızdan çıxmasın. Mütləq olaraq onu xatırlatmaq lazımdır. Və baxın əziz dostlar, bir başqa bir Azərbaycanlı bloger, onu görürəm ki, ləhcəsindən Azərbaycanlıdır, igid oğlandır. Amerika bayrağının qabağında çıxış edir bloger və Rus blogerinə deyir ki, yaxşı sizdə qadınlar, kişilər qadınlara gül verirlər. Bəs kişi kişiyə gül versə necə olur? Bax, kişi kişiyə gül bağışlasa, o necə olur? Deyir, olmaz ki, o deməli onda o cinsi azlıqdır da, o elə şey ola bilməz birdən. Baxın bu video çox maraqlı, ibrətamiz videodur. Друг, тебе. Мы женщинам своим дарим, да. То есть у вас мужчина мужчинам цветы не дарит? Нет. А это что значит, если они дарят? Это означает, если мужчина мужчине подарил цветы, значит это Петух, да? Это тот, который Нет, слушай. Şimdi bir də gələcək, baxın, bir örnək bir də gəlib baxacaq. Onun sözünə baxarsın. Ай, ты Sağ ol, gələk. попался! Orada bax. O kilsənin içi bilirsiniz nə haldadır? Orada pedofiliya bilirsiniz nə səviyyədədir? Mujalovstvo deyirlər bir-biri ilə, orada belədir də, o monarxlar filan da nə haldadır oralar? Bilirik bunlar hamısını. Bu təkcə Rusiyada deyil. Roma papalığında da. Hər il çıxardırlar ortalığa, başa düşürsünüz. Riyakardırlar onlar, yalancıdırlar. O 11-ci əsrin geyimini geyinməklə deyil. Və birincisi onu niyə geyinirsən? Dünya başqa cürdür, şey dəyişilib, hökmən gələ gedib. Nə gözəl idi Atatürk'ün dövründə. Kravatda, kostyumda, qaşı bir araqçının olar başında. İnsanlara gözəl, üzümüz təmiz, tərtəmiz belə də bir... Özü bilər, üzün necə saxlayır, siz saqqal saxlayır, siz bığ saxlasın, hər adamın özünü. Bir gözəl, nə vacibdir, burada qaş, burada belə görürsünüz, belə. Görmüsünüz o pravoslavların, o kilsə xadimlərini, Kirilli filanı görmüsünüz. Elə bəzək, çıxır orada ən bahalı Mercedes, ən böyük villalar. Hardandır pulu? Allah göndərə o pulu sizə. Yoxsa Allahdan maaş alırsınız. Hardandır da o pul? Qardaş, çıxın deyin ki, qardaş, mənim büyünlərim gəldi. Düzdür, oturdum kilsədə. Gəldi Şam zəv alırlar orada, düzdür. Şamdan o budur, o Şamla o maşını almaq üçün sən gələ 150 il ancaq Şamı satıb böyrünə oturasan ancaq. Bəlkə axırda ala bildin. 150 il də bəs eləməz ona. Qardaş, hardandır da?
Hardandır bu böyük villalar? Hardandır ev eşiklər? Xaricdəki bankdakı pullar? Hə? Dini xadim, hardandır? Morallıdır. Kiril, hardandır? Oradan gəlir maaş. Güman eləmirəm. Oradan sevgi gələr ancaq. Mərhəmət gələr ancaq. Cəsarət gələr ancaq. Haqq, ədalət uğrunda mübarizə gələr ancaq. Oradan evlad sevgisi, vətən sevgisi, bayraq sevgisi, sevginin özü, çünki özü sevgidir. Özü sevgidir və bizim içimizdədir, bizlə danışır. Sənin kilisəndə deyil. Sənin də uzun paltarında belə başındakı elə Məhəmmədə aid, Məhəmmədə deyil. Nə yaxşı pezişkən gözəl dedi, o doktoru mən çox sevirəm. Öpürəm onun alnından. Bir babam. Baba kimi, elə yaşlı da olar, bəlkə də biraz yaşlı məndən böyüdü, bəlkə də eyni yaşlıyıq. Nə gözəl dedi ki, mən universitetdə oxuyanda yanımda başı bağlı olmayan qızlar vardı, deyir, türk qızları da vardı, fars qızları da vardı, nə qızlar vardı da. Elə də şərəfli idilər, elə də ləyaqətli idilər. Bəyəm ancaq baş bağlamaqla olur. Bizim nənələrimiz at üstündə olublar, kişi. Bizlə bir yerdə vuruşublar. İran, nə tez Tomiris yadından çıxdı. Kir, pis sözdür farsça. Kir, amma da sənin şahva kir deyirlər də. Biz bütün dünya kir deyir ona. Veliki kir. Onu kim başını kəsib? İşğalçılıq eləyəndə. Bizim nənəmiz Tomiris. Onun başı bağlı idi. Onun kimi qeyrətli qadın var tarixdə. Herodot yazıb da onun haqqında, düzdür? Tapın ikincisini göstərin, görüm kimdir o? Biri də Janna Dark ola bilər, düzdür? Tomiris də onun yanındadır da. O Fransanı yaradı. O da bizim soyumuzu, bizim kökümüzün gücüdür o. Həmən o Tomiris. Hə? Nə tez yadınızdan çıxdı? Bəs İran, Turan əsərləri yazırdı, Firdovsi, böyük Firdovsi. Tomirisdən yazırdı da, Əfrasiyabdan yazırdı, Alpertunqadan yazırdı da. Nədir, nə önündür ki, hökmən baş bağlanmalıdır? Nə yaxşı deyib pezişkən? Var ol əziz qardaşım. Kim istəyər başını bağlasın? Heç kimə, heç bir şey. Biz həmişə bütün o gücün, pressingin əleyhinəyik. Təkrar edirəm, Tanrı insanın içindədir. Kim istəyər başını bağlayar? Kim istəyər bağlamaz? Ədəm ərkan içində, geyimin də öz çərçivəsi var təbii ki. Mən demirəm, da başımı açdın sən elə, o əxlaqsızın biridir, o əxlaqsız biz ədəb ərkan içində, biz türk olaraq, o yurt var, yurtdan çıxmışıq da, biz onun içində elə ədəb ərkan olub da, namus ədəb ərkan olub. Ocaq müqəddəsdir, müqəddəsdir. Sevgi olub orada. Və indi də var. Türk əxlaqı bütün dünyaya, siz Atilla ilə, siz Sultan Süleymanla Velikolepni adı qoyublar. Harika adı qoyub bütün dünya bizim sultanımıza. Bir dənə Avropada elə bir dövlət başçısı yoxdur. Böyük Veliki var, belə də torpaq alan var, bilmirəm, uzun ayaq var, Drinanogisi var, gözəli var, aslan ürəkli Richard da var hələ İngiltərə. Amma Velikolepni, yəni mükəmməl harika bizim babamızdır da dünyada. Biz bütün dünyaya ancaq ədəb ərkan gətirmişik, düzən, haqq, ədalət gətirmişik. Niyə baş? Mənim evimə girib, mənə deyəcəksən ki, mənim evimdə zövcəm necə olmalıdır? Yox, elə deyil. Hər kəs öz evinin komutanıdır. Ayrılıq-ayrılıqda hər kəs, hər erkək öz evinin komutanıdır. Əgər elə olursa, o dövlət, o məmləkətin gücü, qüdrəti bütün dünyaya qabarıq nümayiş etdirirlər. Əgər hər kəs öz evinin komutanı ola bilərsə. O yüzden də mən indi deyir, bu videoda göstərir də, deyir, biz ancaq qadınlara gül veririk də, kişi kişiyə gül vermir. Kimə danışırsa, biz bilirik də, baxın da necədir evdə qadınlara münasibətləri və qadınların da bunlara münasibətləri. Ты чё, блядь, лезешь в натуре? В чужую семью-то нельзя лезть. Ты вот его встретил? Давай поехали. Иди к нему дальше. Можно хотя бы обняться? Нет, нельзя. Ой, ты сучка какая. Ах ты, сука. Ты мне Тихо, не надо драться. То есть, смотри, Не надо драться, ребят. Ты со мной поедешь, а вы оставайтесь. Подожди. Bunların bayrağını qaldırırdınız orada. Hə? Deyə bunlar da internasional oxuyanlar həmən o Sovetin qayıtmasını istəyənlər. Bilirsiniz nə qədər məndə belə video var. Bəlkə də hər dəfə birini göstərim sizə. Özləri çəkib qoyurlar. Bu öz həyatlarıdır. Bunların öz həyatı bundan nə qadın, hansı qadından danışırsınız? Hansı qadından? Hansı mədəniyyətdən danışırsınız? Kim kimi nə öyrədir? Yalan, 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 yalan.
Bütün nəfəsiniz gedir, gəlir yalandır. Tarixiniz də yalandır, ordunuz da yalandır, fəlsəfəniz də yalandır, ədəbiyyatınız hamısı yalandır. Yalan, ancaq yalan üzərində. Amma sonda bir yalan da göstərim sizə əziz dostlar. Gördünüz də Amerika robot nümayiş etdirdi, Çin robot nümayiş etdirdi. Rusiya da ayağa qalxdı ki, robot nümayiş etdirsin, robotu yıxıldı. Bir abırçılıq oldu, bütün dünyada yıxıldı. Amma İran da öz texnoloji inkişafını nümayiş etdirmək üçün robot texnoloji hansı sərgidə robot nümayiş etdirib. Amma İranın fikirləşdiyini mənə gəlir ki, Rusiyada fikirləşə bilməyib. Bunlar diri adamı. Bütün cəmaata göstərib deyirlər, bu robotdur. Ələ bəs süründə də, bu qədər də yoxdur. Baxın bu robotlara sanırlar. بله میتونی حرکت کنی مثل ایشون سلام خوب هستین شما مثل دیتا هستین میخواستیم بدونیم که چه کارهایی شما میتونید انجام بدین تمام کارهایی که یک هوش مصنوعی میتونه انجام بده ما مجموعه از هوش‌های مصنوعی هستیم که وقتی یک دیتا دارن اگر سوال دارید خیلی ممنون تشکر Daxili hərəkətlərdən baxın, bu işə baxın. Yalnızca gəlir, o rəqs vardır. Ayıp da axı, cəmaat baxır axı, belə yalan danışmaq. O hərəkət var ha, o klassik hərəkətdir. 80-ci, 90-cı illərdə dəbidə idi robot kimi rəqs eləmək. Güya şüşənin qabağına gəlirsən, bu şüşəymiş, belə başa düşürsən. Bax, elə bir ki, mən şüşədir də burada başa düşürsünüz. Bax, belə mən robotam və burada şüşədir deyənə mən buradan qabağa keçə bilmirəm. Kimə gəlirsən? Orada da yalandır. Və orada o yalanlar geçsin deyə mütləq türkün öz məktəbi, türk məktəbi olmalıdır. Özünün məktəbi olur, öz dilində. Seyid Əzim Şirvanini, Məhəmməd Füzulini, Hüseyin Cavidi, Mirzə Əkbər Sabiri, Cəlil Məmməd Qulzadəni, Cəfər Cabbarlını və İmadəddin Nəsimini, bütün Vaqif Mustafazadəni mütləq, Üzeyir Hacıbəylini, Fikrət Əmirovu, Qara Qarayevi, Emin Sabitoğlunu, Tofiq Quliyevi, Xəyyəm Mirzəzadəni, Arif Məlikovu. Əkşi biz elə belə xalq millət deyilik. Biz dünyanın ən qüdrətli millətlər sırasında adımız var. Necə yəni Təbrizdə türk məktəbi yoxdur, hə? Və cənab Pezişyan öz seçki kampanyasında söz vermişdi. Cənab Pezişyandan biz də türk olaraq məktəb açılmalıdır. Evladımız, axı evdə türkçə danışırsınızsa, evdə önəmlidir türkçə danışmaq. Amma məktəbdə tariximizi, ədəbiyyatımızı öyrənmək daha önəmlidir ki, bu yalanlar ortalığa çıxmasın. Doğru, düzgün robot düzəldək çıxardaq ortalığa. Cənab Pezişyan. O yüzden də buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Xoya, Urmiyaya, bütöv Azərbaycana, Dərbəndə sevgimiz və salamımız var. Təşəkkürlər. Tanrı sizi qorusun.